Gilasın öz rəngində mürəbbəni necə hazırlayıram? Öncə limonlu su hazırlayıram, bol limonlu su hazırlayıram. Gilasın tumunu çıxardıb əlavə edirəm həmin suyun içərisinə. Gilasın tumunu mikserin başlığı ilə çıxardıram. Bu mənim üçün ən rahat üsuldur. Tum çıxardandan da rahatdır. Daha sonra şərbəti hazırlayıram. Nədən nə qədər əlavə etdimsə onu videonun alt bölümündə qeyd edəcəm. Şərbət hazır olandan sonra gilasları əlavə edirəm şərbətə, amma qazı gür xodda yandırmaq lazımdır. Bir dəfəyə bişirəcəm, mütləq gür xodda. Çalışın ümumiyyətlə mürəbbəni axşam bişirin. Hardasa bir 30 dəqiqə bişəcək. Daha sonra üzərinin biraz kəfini yığıram, limonu xırda-xırda doğrayıb əlavə edirəm, badam qırıntısı əlavə edirəm, qoz da olar vurasız, fərq eləməz. Şərbətin bişib-bişmədiyini salfetka ilə yoxlayıram. Əgər üzərində belə tam bir nöqtədə qalırsa, demək bişibdir. Ağ gilas bişən kimi dərhal götürüb soyuq suyun içərisinə qoyuram tazı. Onda baxın, eynən bu rəngdə qalır. Möhtəşəm bir mürəbbə çıxır. Mütləq bu üsulla edin.